Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulillah nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Əmmə ba'd. Değerli bacı ve kardeşler, bugün biz sizinle Peygamberimizin sallallahu aleyhi ve sellemin sirasından növbəti mövzunu öğreneceğiz. Mövzumuzun bəhsi demək Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışığı haqqında olacaqdır. Ötən dərsimizdə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışığı haqqında müəyyən qədər bəhs etmişdik və bugün də mövzumuzu davam etdirəcəyik. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox ədəbli, əxlaqlı və mənalı sözlərlə həmişə danışardı və biz bu haqda keçən dərsimizdə ətraflı məlumat vermişik və onun danışarkən gözəl əxlaqlı olmasının bir nümunəsi də danışarkən adını çəkməsini xoşlamadığı, lakin fikrini bildirmək üçün ifadə etdiyi sözlərdən bəhs edəcəyik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Allahın Rəsulu idi, Peyğəmbəri idi və o insanlarla daim ünsiyyətdə olurdu. Bəzən ondan müəyyən məsələlər haqqında soruşurdular və o da həmin suallar qarşısında müəyyən cavablar verməli idi. Və bu cavablar, yəni məhrəmiyyət haqqında, yəni insanın şəxsi halları haqqında və s. bu hallar haqqında suallar olurdu və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu məsələlərə öz cəmiyyətində, ərəb dilində əvəz edici sözlər, yəni sinonim sözlərlə, kinayəli sözlərlə cavab verirdi. Və o cavablarında da, məsələn, bizim dilimizdə də belə sözlər var əslində. Yəni, insan danışarkən müəyyən bir ədəb qaydalarını qorumaq üçün, ədəbi dildə danışmaq üçün müəyyən ifadələrdən işlədir ki, həm fikrini çatdıra bilsin, həm də yəni dediyi söz ayıb olmasın. Və o da onun danışıq ədəbindən idi ki, danışarkən müəyyən bu cür kinayəli sözlərdən istifadə edərdi. Məsələn, rivayətlərin birində gəlib ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qızı dünyasını dəyişəndə, demək onun qızı dünyasını dəyişəndə sahabelerine deyir ki, Həl fikum min əhədin ləm yuqarifil leylə. Burada yuqarif kəlməsi işlədilir. Yuqarif kəlməsi yəni kinayə olaraq yaxınlıq mənasını verir. Yəni ki, kim bu gecə həyat yoldaşı ilə yaxınlıq etməyən aranızda bir kimsə varmı? Amma bunu ərəb dilində yuqarifə fe'li ümumiyyətlə bu mənaya gəlmir, yəni birbaşa gəlmir. Amma kinayə ilə başa düşürük ki, burada nədən gedir söhbət. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, o zaman Abu Talha radiyallahu anhu deyir ki, bəli mən ya Rasulullah, və deyir ki, o zaman qəbrə sən döyüş, yəni dəfn etmək üçün. Həmçinin buna bənzər kəlmələrlə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sözlərini ifadə edərdi ki, ədəbsiz səslənməsin. Məsələn, biz də öz dilimizdə işlədirik. Deyək ki, məsələn, yatağına girmək. Məsələn, filan kəs yatağına girdi. Və s. bu kimi kəlmələr. Yəni, burada yataq kəlməsi müəyyən bir fikri formalaşdırır. Və ya, məsələn, filan kəs su başına getdi. Su başına getmək müəyyən bir, o həmin, belə deyək də, halın insana təsəvvürünü gətirir və fikri də ifadə edir. Yəni, və s. bu kimi sözlər və ifadələr, yəni kinayə ilə deyilən sözlər ədəbdəndir, əxlaqdandır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə kinayəli sözlərlə danışardı ki, danışığı ədəbli, ərkanlı olsun. Ona görə hər bir müsəlman danışarkən elə sözlər seçməlidir ki, o sözlər ədəbli, əxlaqlı səslənsin. Bəzən insanlar görürsən ki, biədəb sözlərlə danışırlar və etiraz edəndə deyir ki, qardaş, yəni mən yalan demirəm ki, bu həqiqətən də, yəni mən filan şeyin adını deyirəm və ya bu işin adı budur. Aydındır ki, bu işin adı budur. Lakin
ədəb, əxlaq, yəni eşidən insanın narahat olmaması, bunlar da vacib məsələlərdəndir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də demək danışarkən bu cür ədəb əxlaqa riayət edərdi. Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışıq ədəblərindən biri də o idi ki, o danışarkən iffətli olardı. Yəni öz iffətini qoruyardı və o tərbiyəsiz ifadələr işlətməkdən çəkinərdi. Yəni söyməkdir, biədəb sözlər danışmaqdır. Bu kimi hallardan uzaq olardı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allah la yuhibbul fuhşə və təfəhhuş. Həqiqətən Allah pis işləri, yəni çirkin işləri və çirkinliyi sevmir. Müslim rivayət etmişdir. Və bu hədisdə deyilən kəlmə o deməkdir ki, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə bildirir ki, insan həm dili ilə, həm də əməli ilə o çirkin, pis işlərdən uzaq olmalıdır. Buna görə mömin bir kimsə, müsəlman bir kimsə ən gözəl sözləri seçib o sözlərlə danışmalıdır və pis sözlərdən, pis məna daşıyan kəlmələrdən uzaq durmalıdır. Əbu Hüreyrə Allah ondan razı olsun buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, biriniz yuxudan qalxarkən əlini birbaşa, yəni əl yüzünü yuyacaq qaba salmasın. Bilirsiniz ki, əvvəllər deməli krant yox idi. İndi biz məsələn kranı açırıq və əl yüzümüzü yuyuruq. Amma əvvəl belə şəraitlər yox idi. İnsanlar ümumi bir qabdan, yəni tasa su tökürlər və tasdan əllərini salıb suyu götürüb əl yüzlərini yuyurdular. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, belə bir qabdan yuxudan oyanandan sonra birbaşa əlinizi qaba salmayın. Əlinizi kənarda 3 dəfə yuyun, sonra əlinizi qaba salın. فَإِنَّهُ لَا يَدْرِي اَيْنَ بَاتَتْ يَدُهُ. Həqiqətən də insan bilmir ki, onun əli gecə harda olub. Yəni, burada baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm kinayə ilə yenə danışır. Deyir ki, onun yatanda insan bilmir ki, onun əli harada olub. Yəni, insan yatarkən əlini bədəninin naməhrəm yerlərinə sürtə bilər və bu da onun əlini salıb yumaq istədiyi qaba, belə deyək də, həmin o mikrobların və ya natəmizliyin keçməsinə səbəb ola bilər. Buna görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu cür tövsiyə edib. Bu hədisi də Buxari və Müslim rivayət etmişdir. Yəni, bu mövzumuza aid olan hədisin hissəsi ondan ibarətdir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanın gecə yatarkən əlinin övrət yerinə, ayıb yerlərinə dəyməsini bu cür ifadə edir ki, o bilmir ki, əli harada gecələmişdir. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm danışarkən bəzən and içərdi. Yəni, and içməkdən də istifadə edərdi. Amma bunu çox az və ehtiyac olanda, zərurət olanda istifadə edərdi. Bu and içməni həm dediyini təsdiqləmək üçün, həm də danışacağı məsələnin əzəmətli, əhəmiyyətli olmasını bildirmək üçün istifadə edirdi. Və ən çox and içdiyi söz də وَالَّذِي نَفْسِي بِيَدِهِ. Nəfsim əlində olana and olsun. Yəni, Allaha Subhanahu wa ta'alaya işarə edir ki, yəni insanın nəfsi Allahın əlindədir. Bu ki, وَالَّذِي نَفْسِي بِيَدِهِ. Nəfsim əlində olana and olsun ki, filan məsələ belədir, belədir, belədir. Ona görə alimlər deyirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu cür and içməklə həm də insanlara xatırlama edirdi. Yəni, insana bir növ xatırladırdı ki, sənin nəfsin uca yaradanın əlindədir. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, وَالَّذِي نَفْسِ بِيَدِهِ لَأَنْ يَأْخُذَ أَحَدَكُمْ حَبَلَهُ فَيَحْتَطِبَ عَلَى ظَهْرِهِ خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْتِيَ رَجُلًا فَيَسْأَلُهُ أَعْطَاهُ أَوْ مَنَعَهُ. رَوَاهُ الْبُخَارِ وَمُسْلِمٌ. Hədisdə deyir ki, nəfsim əlində olana and olsun ki, birinizin ipini götürüb, yəni şələ bağlamaq üçün ip götürüb, belində odun daşıyıb gətirməsi ondan bundan istəyib, onların da istədiyini ona verəcəyi və verməyəcəyi məlum olmadığı bir halda odun gətirib satması daha onun üçün xeyirlidir. Buxari və Müslim rivayət etmişdir. Həmçinin and içdiyi hədislər çoxdur. Məsələn, başqa bir hədisdə buyurur ki, وَالَّذِي نَفْسِ بِيَدِهِ.
La yu'minu ahadukum hatta akuna ahabba ilayhi min validihi və veledihi. Buxari və Müslim rivayet etmişdir. Deyir ki, nəfsim əlində olana and olsun ki, birinizə, yəni mən birinizə övladından və atasından daha əziz olmadıqca o iman gətirmiş olmaz. Buxari və Müslim rivayet etmişdir. Yəni kamil iman gətirmiş olmaz, imanı tam kamilləşmiş olmaz. Bu hədis də səhihdir. Buxari və Müslim rivayet edib və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm burada yoxsa and içir ki, nəfsim əlində olana and olsun. Həm burada diqqəti cəlb edir danışarkən, həm də bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bizə xatırladır. Və belə rivayətlər çoxdur və biz bir-iki nümunə götürsək bizə kifayətdir. Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışıq ədəblilərindən o idi ki, o danışarkən hər hansı xoşa gəlməz bir nümunə gətirdikdə, misal çəkdikdə kimisə deməzdi. Yəni birbaşa birinci və ikinci şəxsdə yox, üçüncü şəxsdə ifadə edərdi. Yəni üçüncü şəxsdə deyəndə, yəni birinci şəxs mən, ikinci şəxs sən, üçüncü şəxs isə o. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem danışanda o şəxs əvəzliyi ilə danışardı belə hallarda. İndi nümunə götürək, inşallah məsələ bizə aydın olar. Əbu Səid Əl-Xudri radiyallahu anhu deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, deməli, cənazə qoyulanda, yəni hazırlananda, artıq yeri qoyulub, hazırlanıb, yeri qoyulub, vəhtəmələhər ricəlu alə ənaqihim və insanlar onu başları üzərində qaldırıb aparanda, fə inkənət salihətən qalət, əgər bu cənazə əmələ salih insanın cənazəsidirsə, həmin cənazə deyər ki, qaddimuni, yəni məni məkanıma tez çatdırın. Və inkənət qayrə salihətin qalət, əgər əmələ salih olmayan bir cənazə olsa, deyər ki, ya veyləhə, deyər ki, vay olsun onun halına. Baxın, hətta cənazəyə belə Peyğəmbər s.ə.v demir ki, ya veyli, yəni vay mənim halıma. Deyir ki, vay onun halına. Yəni burada yenə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ədəb gözləyərək üçüncü şəxsdə ifadə etmişdir. Əynə yədhəbunə bihə, onu hara aparırsınız? Yəni cənazə öz halına ağlayar, deyir ki, onu hara aparırsınız? Yəni o orada əzab görəcək. Buxari və Müslim rivayət, daha sonra Buxari rivayət etmişdir. Başqa bir rivayətdə isə buyurur ki, Əbu Hüreyrə Allah'ın olsun buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İzə qara İbn Ədəm əs-səcdə fəsəcdə etəzələ şeytan yəbki. İbn Adəm övladı səcdə ayəsini oxuyanda və səcdə edəndə, yəni Quranda 14 yerdə ayələr var ki, o ayələri, yəni səcdə ayələridir. O ayələri gəlib çatanda qiraətdə müsəlman səcdə edir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, belə məqamda səcdə edəndə şeytan bir kənara çəkilib ağlayar və deyər ki, ya veyləhu, və deyər ki, vay onun halına. Umira İbn Ədəmə bis sucud fəsəcədə, yəni ya veyləhu, vay onun halına. Burada şeytan haqqında gedir söhbət, vay onun halına. Umira İbn Ədəm bis sucud fəsəcədə, Adəm övladına deməli səcdə etməyə əmr olundu və o səcdə etdi. Fələhul cənnə, onun üçün cənnət vardır. Və umirtu bis sucud fəəbeytu fəliyənnar, mənə isə səcdə etməyə əmr olundu, mən isə imtina etdim, mənim yerim də cəhənnəmdir. Yəni burada hədisdə bizim öyrənəcəyimiz məqam odur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demək burada hətta şeytan haqqında danışanda belə onun deməli üçüncü şəxsdə ifadə etmişdir. Yəni bunun daha bariz nümunəsini, məsələn, gəlin özümüz götürək öz halımızdan. Deyir ki, insan var danışanda deyir ki, mənim başıma bir bəla gəlsə, mənə belə olsa, belə olsa, belə olsa, mən nə edeyim? Yəni belə danışmaq əslində şəriətlə bəyənilmir. Bu danışıq ədəblərindən deyil. Çünki pis bir halı insanın özünə aid etməsi doğru deyil. Yəni insan deyə bilər ki, bir kimsənin başına və kiminsə başına bir bəla gəlsə, belə bir bəlaya düçar olsa, o insan nə etsin? Yəni danışanda pis halları özünə və qarşındakı insana yox, yəni mən səndə yox, kiminsə, yəni üçüncü şəxsdə danışmaq lazımdır.
Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışıq ədəblərindəndir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm adətən aşağı səslə danışardı. Yəni qışqırmazdı danışarkən. Aşağı səslə, aşağı tonda danışardı. Yalnız ehtiyac olanda səsini yüksəldərdi, amma adətən aşağı səslə danışardı. Deməli, Miqdad radiyallahu anh'ın hədisində gəlir ki, rəvayətində gəlir ki, bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sallallahu aleyhi və səlləmin deyir, qonağı olduq və biz deyir yatmışdıq. Yəni onun evində qonaq idik və biz yatmışdıq. Və bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm biz yatan otağa girdi və biz yatmışdıq deyir, qonaqlar bir neçə nəfər yatmışdıq və Miqdad deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm içəri gəlib salam verdi. Elə salam verdi ki, yalnız ayıq olan kimsə eşitsin salamı. Yəni qışqırıb salam vermədi ki, hamı oyansın. Sakitcə salam verdi ki, yalnız ayıq olan kim varsa o salamı götürsün. Və bu da onun ədəbindən idi ki, danışarkən və ya müraciət edərkən və ya salam verərkən deməli, bu ədəbi gözləyərdi ki, çox yüksək səslə insanları narahat etməsin. Və həmçinin bilmək lazımdır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox gözəl, bəlağətli, ədəbli, əxlaqlı danışığa sahib idi və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışığı ən fəsahətli insanın danışığı idi və ən şirin danışığı danışardı və sözləri çox səlis, fikirləri ardıcıl, məntiqli və mənalı idi. Onun danışdığı sözlər insanın qəlbinə rahatlıqla oturar, qəlbini oxşayar, insanın ruhunu şad eləyər və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm danışarkən çox aydın şəkildə danışardı. Yəni tələsə-tələsə, dili dolaşa-dolaşa yox, aydın şəkildə, təfsilatlı şəkildə danışardı. Və hətta necə ki biz keçən dərslərimizdə dedik, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışığını insan saya bilərdi. Yəni elə aram-aram danışırdı ki, kənarda duran insan saya bilərdi ki, bu bir dəqiqə ərzində neçə kəlmə söylədi. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə ki Ümmü Məbəd radiyallahu anh'a deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm susanda, yəni sakit duranda o vüqarlı görsənərdi. Və o deyir danışanda çox deyir onun deyir alicənab və hörmətli olduğu ortaya çıxardı. Və o kənardan baxanda, yəni bir toplumun içərisində ən gözəl insan kimi seçilərdi. Və onunla yaxınlaşdıqda, söhbət etdikdə, onu dindirdikdə ən nümunəvi, ən qayğıkeş, diqqətli bir insan kimi görünərdi. Onun danışığı şirin, aydın, nə tələskən, nə də çox yavaş deyildi. Və onun səsində də bir nəğmə var idi sanki. Və bu rəvayəti İmam Hakim Əl-Mustədrək kitabında rəvayət etmişdir Ümmü Məbəd radiyallahu anhədən. Və beləliklə biz Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin danışığı haqqında olan bəhsi bitirmiş olduq. Və ümumiyyətlə biz qeyd etdiyimiz kimi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin həyatından bəhs edən bu dərslərimizdə deməli Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin davranışlarından öyrənəcəyik və onun davranışlarından biri də danışığı idi ki, biz o haqda 2 dərsdə məlumatları öyrənmiş olduq və inşallah qarşıdakı dərslərimizdə, yəni növbəti dərsimizdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nəyi sevirdisə o haqda danışacağıq. Allahdan diləyim ki, Allah subhanahu wa ta'ala bizim öyrəndiyimiz elmləri bizim üçün faydalı etsin və bizi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ədəbi ilə, əxlaqı ilə əxlaqlanıb, ədəblənib gedən müsəlmanlardan etsin. İnşallah növbəti dərsimizdə görüşərik. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkətuhu.